Şeytanı gərək tanıyaq ki, dindarlığımız asanlaşsın. Namaz vaxtı onu yadva sal. Vəsvəsəsi düz namazın yanında. Yaxşı iş görməyə başlayanda hiss elə onun nəfəsini. Gəlib mane olmağa. O sizin açıq, aşkar düşməninizdir. Necə düşmənçilik edir o? Əvvəl səni təpədən dırnağa öyrənir. Öyrənir səni. Sən kimsən? Təhlil edir də səninlə məşğul. Təhlil edir. Səbr edir. Sənin zəif nöqtələri öyrənir. Psixologiya sahəsində də elmi dərəcəsi var. Əməli başlı məşğul olub bu sahə ilə. Psixoloqdur, insan tanıyır. Baxır, görür ki, sən biraz narahatsan. Ben metodunu deyim sizə. Görürsən biraz narahatsan, narahatçılığı artırır, eləyir ümidsizlik. İndi olur da adam biraz narahatdır. Gəlir, yapışır ondan, artırır, çevirir, eləyir ümidsizlik. Biri biraz şaddır, ümidi